Qatıq ümumiyyətlə Allahın insana verdiyi ən qiymətli qidadır. Qatığın tərkibində amin turşuları var. Qatıq biz bilirik ki, elmdən bilirik ki, qocalıq hüceyrələri gecə fəaliyyət göstərir. Bir stəkan qatıq içməklə siz o qocalıq hüceyrələrinin fəaliyyətini bloklamış olursunuz, ləngitmiş olursunuz. Ona görə də məsləhət, hələ şəkər xəstələrində əlavə məsləhət edirəm ki, o bir stəkan qatığa bir çay qaşığı darçın tozu əlavə eləsinlər. O da xeyli dərəcədə şəkərin qanda miqdarını normallaşdırır və qatıq eyni zamanda yuxunu dərinləşdirir. Tərkibində bilirsiniz də qatığın amin turşularından başqa kalsi var. Uşaqlara mütləq hər zaman qatıq vermək lazımdır. Şor vermək lazımdır, pendir vermək lazımdır. Qatıq ancaq ən yuxarısındadır. Təbii, yaşlı adamlarda da qatıqla bərabər şora üstünlük verməlidirlər. Niyə? Çünki şorun tərkibində kalium var. Ürək əzələsini normal işlədir. Ayaqlarda, baldırlarda olan qıcolma ki var, o yığılır. Rus dilində sudurqa deyilir, qıcolma. Bax, o sudurqanın, o qıcılmanın qarşısını bol miqdar şor qəbul edəndə o kalium daxil olduğu üçün orqanizmə onun qarşısını alır. Təbii ki, orada ağrı zəhər ən güclüdür. O qıcolmalarda çox gözəl nəticə alırıq. Çox gözəl nəticələr alırıq. Bundan başqa təbii ki, həm də mənim ikinci sevdiyim qida bizdə Tovuzda pencər deyirlər. Qaraxanda pencər pişirirlər. Nə ilə? Ispanaq, cincilim, nə isə doğrayırlar xırda, suda pörtlədirlər. İçinə də biraz düyü vururlar və mənim ikinci ən sevdiyim qidadır. Hər gün versələr yeyərəm. Sonra hesablayıb görəcəksiniz ki, Azərbaycanda ən ucuz yeməyi mən yeyirəm və ən sevdiyim yeməklər də çox ucuz başa gəlir. Nə var ki, 2-3 dəstə, rayon dəstəsi təbii ki, göyərtini doğrayırsan, suda pörtlədirsən, bu da oldu gözəl bir yemək.